dövlət Salarlar dövlətidir. O da Türk sülaləsi tərəfindən yaradılır. 941-ci ildə Mərzban Məhəmməd sonuncu Sacı hökmdarına qalib gələrək Salarlar dövlətini yaradır. Paytaxtı Ərdəbil olur. Ticarət gəmiləri ilk dəfə Mərzban Məhəmmədin hakimiyyəti dövründə, yəni Salarlar dövləti dövründə üzür Xəzər dənizində, yəni 941-957-yə qədər Mərzban Məhəmmədin hakimiyyət illəridir. Vahid halda birləşdirir Azərbaycan ərazilərini. Bərdə faciəsi 944-də Slavyanların Bərdəyə hücumu məhz onun dövründə baş verir. Ən geniş əraziyə malik olan feodal dövlət olaraq qiymətləndirilir Salarlar dövləti və əraziləri Dəcəfərə çayının aşağı axarına qədər uzanır. Dərbənddən Dəcəfərə çayının aşağı axarına qədər. Qanunnamə qəbul olunur. Mərzban Məhəmmədin dövründə başqa hansı hökmdarlar tanınır, onlar qanunnamə qəbul etmişdir. Onda siz fikirləşəcəksiniz. 10-cu əsrin 60-70-ci illərində hakimiyyət uğrunda mübarizə olur, feodallara müharibələri və hərc-mərclik dövləti zəiflədir. Hakimiyyətə 957-də Vəhsudan gəlir, 962-yə qədər hakimiyyətdə olur. O müəyyən miqdarda, belə deyək, şəxsləri öz ətrafını toplayaraq, feodalları öz tərəfinə çəkərək dövləti möhkəmləndirməyi bacarır. Amma ondan sonra gələn İbrahim İbn Mərzban 962-dən 981-ə qədər hakimiyyətdə olur, hansı ki o artıq onun dövründə dövlət zəifləyir. Bu da nə edir? Zəifləmən feodalları öz tərəfinə çəkmək üçün ilk torpaqları paylayır. Əslində bu da ölkəni zəiflədir. Dərbənd və Gəncə şəhərləri artıq Salarlar dövlətinin tərkibindən ayrılır. 971-də mərkəzi Gəncə olan Şəddədlər dövləti yaranır şimalda. Hələ bu dövlət yəni varlığını saxlaya, yəni şimalda ayrı bir dövlət yaranır. Şirvanşahlar dövləti də artıq Salarların tərkibindən ayrılır. Təbii bilirik ki, Əslalar düşmüşdür Vahid halda birləşdiriləndə. 981-ci ildə Rəvadilər tərəfindən süquta uğradılır. Sonuncu nümayəndə də İbrahim İbn Mərzban idi. Sonda isə qısa sual cavab edək. Salarlar dövləti nə vaxt yaradılmışdı? Nə vaxt süqut etdi? Kim tərəfindən yaradılmışdı? Mərzban Məhəmmədin hakimiyyət illəri, Vəhsudan hakimiyyət illəri, İbrahim İbn Mərzbanın hakimiyyət illəri və digər feodal dövlətlərindən ən böyük fərqi nə idi? Bərdə faciəsi nə vaxt olur? Bu qədər. Paytaxtda hara olur?